Salam əziz şagirdlər, mən sizlərə 2-ci sinif izə nəşriyyatından məntiq testlərinin izahını verəcəm. Birinci testdən başlayaq. Hansı fərqlidir? Çərşənbə həftənin günüdür. Şənbə, cümə həftənin günlərinin adıdır. Amma yanvar aydır. Fərqli olan olur C variantı. Baxırıq ikinci testimizə. Baxaq. 36 qarşısına yazılıb 9. 29 qarşısına yazılıb 11. 25-in qarşısında isə sual işarəsidir. Məntiqi əlaqəni necə qura bilərik? Necə əlaqələndirib tapa bilərik? Baxaq. 36-nın qarşısında 9-dursa, rəqəmlərini toplasaq, 3-ün üzərinə 6 gəlsə, 7, 9. Digərinə baxaq. 29-un qarşısında 11. 29-un rəqəmlərinin cəmi 2 və 9-u toplasaq, edir 11. 25-ə baxaq. 25-in rəqəmlərinin cəmi 2-nin üzərinə 5 gəlsək, edir 7. Doğru cavab olur D variantı. Üçüncü testimizə baxaq. Üçüncü testimizdə adlar verilib. Akşin, Nigar, Ramiz, Ziya. Baxaq. Akşin, baxın, sonda in var, in. Tərsi olur ni. Sonra gəlir Nigar. Baxın, inin tərsi nidir. Nidən adam adı gəlir Nigar. Burada sonu ardır. Arın tərsi olur ra. Adam adı gəlir Ramiz. Baxın, növbəti sözün ilk hecası burada olan yəni hissəciyin əksidir, tərsidir. Ramiz, iz, baxın iz, izin tərsi olur zi. Növbəti sözün ilk hecası olur zi, ya. Burada yadır. Yanın tərsi nədir? Ay. Növbəti sözümüz olacaq aydın. Doğru cavab olur C variantı. Burada baxırıq. Fiqurlar verilib. Kvadrat, 4 bucaqlı, 4 bucaqlı, 3 bucaqlı. Cəmi edir 11. 5 bucaqlı verib, 4 bucaqlı verib, 3 bucaqlı verib. Cəmi edəcək. 5-in üzərinə 4 gəlsək, 9, üzərinə 3 gəlsək, 12. Digərinə baxaq. 5 bucaqlı, yox. Bu 6 bucaqlıdır. 6 bucaqlı. Üzərinə gəlirik 5 bucaqlının bucaqlarının sayını. Üzərinə də gəlirik 4 bucaqlının bucaqlarının sayını. 6-nın üzərinə 4 gəlsək 10. Üzərinə də 5 gəlsək 15. Doğru cavab olur B variantı. Növbəti testimizə baxaq. 5, 8. 5-dən 8-in çıxsaq qalır 3. 5-in üzərinə 3 gəlib 8. 8-in üzərinə 3 gəlsək 11. 11. 11-in üzərinə 3 gəlib 14. 14-ün üzərinə 3 gəlib 17. Sual işarəsinin yerində olacaq 11. Yəni, hər ədəd özündən əvvəlkindən 3 vahid böyükdür. Baxırıq növbəti testimizə. Yaxşılıq edəndə gözləmə. Yaxşılıq edəndə nə gözləmə? Pislik gözləmə olmaz. Çünki biz bəzən yaxşılıq edə bilərik, qarşılığında pislik görə bilərik. Yaxşılıq edəndən gözləmə bir qədər məntiqsizdir. Yaxşılıq edəndə əvəz gözləmə. Yəni, biz yaxşılıq edəndə gözləməyək ki, biz hər hansı bir insana yaxşılıq etdik və onun qarşılığında bu da bizə yaxşılıq etməlidir. Biz kiməsə yaxşılıq edəndə, yəni, insanlıq üçün öz mərhəmətimizi göstəririk. Mərhəmətli olmalıyıq. İstər insanlara, istər ətrafda olan hər hansı bir canlılara yaxşılıq etməliyik və heç bir şey qarşılıqda gözləməli deyilik. Doğru cavab olur B variantı. Növbəti 7-ci sualımıza baxaq. Bizə belə bir cədvəl verilib. Baxaq. A, yəni A-nın üzərinə A-nı gəlsək, B üstə gələk C-nin cəmini verir. Amma biz B üstə gələk C, B, C hansı ədədlərdir bilirik, bilmirik. Baxın, diqqət edirik. B-nin üzərinə B gələndə, baxın, B-nin üzərinə B-ni gələndə 14 verir. Biz bilirik ki, A-dan A, B-dən B nədir? Eyni ədədlər olmalıdır. Burada toplama işarəsi var. Bizim birinci toplananlarımız, ikinci toplananlarımız, bunlar isə bizim cəmlərimizdir.
Aha. Baxırıq B'nin üzərinə B'ni gəlib yazıb 14. Hansı iki eyni ədədi toplasaq 14 eləyər? 14-ü 2-yə böləndə neçə eləyir? 7. 7-nin üzərinə 7 gəlsək 14 edər. Düzdür? Buradan aydın olur ki, B 7-dir. B'lərin yerinə 7 yazdıq. Sonra baxırıq C-yə. C-nin üzərinə C-ni gələndə 18 edir. Hansı iki eyni ədədi toplasaq 18 edər? 18-i 2-yə böləndə edir 9. Yəni 9-un üzərinə 9 gəlsək 18 edir. Düzdürmü? C'nin qiyməti oldu 9. Buradan aydın oldu ki, B'nin qiyməti 7-dir. C'nin qiyməti 9-dur. Baxın, bəs A-nın üzərinə A gələndə necə edir? A-nın üzərinə A gəlsək, bizə deyir ki, B üstə gələk C-ni verir. B üstə gələk C. A-nın üzərinə A-nı gələndə B üstə gələk C-ni verərsə, B'miz neçədir? B'miz oldu 7. C'miz də oldu 9. 7-nin üzərinə 9 gələndə edir 16. Hansı iki eyni ədədi toplasaq 16 edər? 16-nı 2-yə bölməklə tapırıq ki, bu 8-dir. Yəni 8-in üzərinə 8 gəlsək, edər 16. A-nın qiyməti etdi 8. Bizdən nəyi soruşur? Deyir, A neçəyə bərabərdir? 8-ə bərabərdir. Əgər sual bir qədər sizə qaranlıq qalarsa, ilk izahda videonu geriyə fırlayıb yenidən suala baxın ki, tam aydın olsun. Növbəti 8-ci sualımıza baxaq. Yazıb 3. 7-nin üzərinə neçə gələk? 7-nin üzərinə 6 gəlsək edir 13. 3 yazırıq bir yadda. 4-ün üzərinə 1 gəlsək 5. Bir də yadda 6. Uzun yerinə hansı rəqəm olmalıdır? 6. Davam edək. Sual işarəsinin yerində hansı ədəd olmalıdır? Baxaq. 8 burada yazıb 64. 6 bərabərdir 36-ya 5 yazıb 25. Burada ədədləri özünə vururuq. Baxın. 8-i 8-ə vursaq 64. 6-nı 6-ya vursaq 36. 5-i 5-ə vursaq 25. Bəs 9-u 9-a vursaq neçə edər? Buradakı ədədləri təkrar özünə vururuq. 9 dəfə 9-un edir 81. Doğru cavab olur B variantı. Növbəti sualımıza baxaq. 10-cu suala. 1, 3, 7, 13. Burada baxırıq tək ədədlər verilib. Burada cüt ədədlər verilib. Əlaqəni tapmalıyıq. Məntiqi əlaqəni quraq. 1, 1-in üzərinə 2 gəlsək edir 3. 2 vahid artdı. 3-ün üzərinə 4 gəlsək edir 7. 7-nin üzərinə 6 gəlsək, məntiqi əlaqə necədir əziz şagirdlər? Diqqətli olaq. 2, 4, 6, cüt 2 sayanda necə sayırıq? 2, 4, 6, 6-dan sonra nə gəlir? 8. Baxın, burada da 13-ün üzərinə 8 gəldik. Edəcək A-nın qiyməti 21. Baxaq bura. Eyni qayda buradadır. 2-nin üzərinə 2 gəlsək 4. 4-ün üzərinə 4 gəlsək 2, 4 edir 8. 8-in üzərinə 2, 4 edəcək 6. 6 gəlsə edir 14. 14-ün üzərinə indi hansı ardıcıllıq gələcək? 2, 4, 6, 8. 8 gəlsə edir 22. 21 bizə deyir A üstə gələk B-ni tap. 21-in üzərinə də 22 gəlsək 21-in üzərinə gəlsək 22-ni edir 43. Doğru cavab olur D variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Hər hansı qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində yazıb sual verə bilərsiniz. Hələlik.